Mən şiəyəm. Biz nə vaxt, nəuzubillah, Əhl-i Beyti söydük. Mən bu vaxta qədər Əhl-i Beyti söyən şiə görməmişəm. Və siz də məhz biz Əhl-i Beyti sevdiyimiz üçün bizi sevmirsiniz. Görsən ki, insan səhv fikirdədir. Nə deyir? Nə vaxtdan biz Əhl-i Beyti söyürük? Bəli, bizə görə siz söyürsünüz. Çünki biz Peyğəmbərimizin qadınların, həyat yoldaşların, Əhl-i Beyt görürük. Siz onları söyürsünüz. Təhqiramiz sözlər işlədirsiniz. Ona görə bizə görə siz Əhl-i Beyti söyürsünüz. Bizə görə. Mən orada qeyd edirəm axı. Bizə görə. Bəli, siz o hələ düzgün deyil ki, siz Əhl-i Beyti sevdiyinizə görə biz siz sevmirik. O səhv fikirdir, yalandır. O böhtandır. Siz sevdiyiniz Əhl-i Beyti biz də sevirik, biz də onları qəbul edirik. Sadəcə bizdə Əhl-i Beyt anlayışı daha genişdir. Sizinlə müqayisə olanda. Siz məhdudlaşdırmışsınız. Yəni, hətta tutaq ki, məsələn, 3-cü imamdır, 4-cü imam, məsələn, siz deyən sayla geçsək, onun, hər imamın bir dənə uşağı olmuyor ki. Bir dənə oğlu olmuyor. Ki, ondan sonra imam olsun. Oğlanları olub, qızları olub. Biz onları da Əhl-i Beyt sayırıq. Lakin sizdə Əhl-i Beyt yanaşması fərqlidir. Yəni, burada yanaşma fərqi var. Biz Əhl-i Beyti sevirik. Bəli, biz Əhl-i Beyti, Əhl-i Sünnə və Cəmaətin əqidəsinin əsasından qeyd edirik bunu. Lakin bizdə Əhl-i Beyt yanaşma bizə görə bəli siz söyürsünüz. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm qadınları barədə təhqiramiz sözlər işlənir. Ola bilər bəzi şiə məzhəbində olanlar desinlər, yox, mən eşitməmişəm və s. Ola bilsin. Lakin bu kitablarda var və ya onların radikalları, məsələn, ola bilər hansı məclisdə desinlər nəsə. Amma belə kitablar mövcuddur, böyük kitablar, etibarlı kitablar şiə məzhəbində. Yəni, nə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm ailəsinin, hətta dostların və s. təhqirlə doludur o kitablar və ümumiyyətlə şiəlik, yəni elə yanaşır ki, Quran-ı Kərimə, Quran-ı Kərim ancaq Əhl-i Beytlə onun düşmənləri barədə mövzular gelib, mübarizə və salam. Yəni, hər şey bununla bağlayıblar. Yəni, bu biraz bizim baxışla, Əhl-i Sünnənin baxışla və cəmaənin bu ifrata varmaqdır. Yəni, biz belə baxırıq ki, şiə məzhəbi Əhl-i Beytdə ifratı varıblar. İfrata varıblar. Dinimiz isə ifratı qadağan eləyir. İfratı qadağan eləyir və biz əlhamdülillah Əlini sevirik, radiyallahu anh, Hüseyni sevirik, radiyallahu anh, Həsəni sevirik, radiyallahu anh. Belə Əhl-i Sünnə yoxdur ki, onları sevməyə və ya Fatimə radiyallahu anh sevməsin. Belə şey yoxdur. Belə sünni tapmazsan. Ona görə ittiham edirlər ki, gör ki, biz Əhl-i Beyti sevmirik. Sabi yalandan başqa, böhtandan başqa bir şey deyil. Bəli, sadəcə biz ifratın əleyhinəyik. Söhbət Əlidən və ya Həsən Hüseynlər radiyallahu anhdan gedmir. Söhbət hətta Muaviyə və ya Ömər radiyallahu anh, Osman radiyallahu anh belə şirtsələr, biz qəbul etmərik. Söhbət yəni, məhz Həsən Hüseyndən gedmir. Yəni, onu başa düşün. Söhbət Ömərdən də gedir, Osmandan da gedir, Əbu Bakırdan da gedir. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem Peyğəmbəri ifrata varmaq olmaz. O ki, qaldı başqaları. Mənə gəlir ki, inşallah başa düşdünüz. Bəli. Şeyx, həmçinin onlar deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemdən hədis var ki, kim Əlini sevsə, məni sevmir, kim Əliyə nifrət etsə, mənə nifrət etmiş olar. Deyir ki, Ayşə radiyallahu anh bəs Əli radiyallahu anh qarşı çıxdı, döyüşdü. Deməli, Ayşə İslamdan çıxdı. Küfr etdi. Yox, elə yanaşma düzgündür. Birinci Ayşə radiyallahu anhə möminlərin anası Əli radiyallahu anhə qarşı çıxmayıb. Çünki o Cəməl döyüşünə əgər qəsd edirlərsə, Cəməl döyüşü xavaricləri öldürmək üçün idi. Sadəcə Əli radiyallahu anh qoşunu yığır gəlir. Razılaşırlar ki, qayıtsınlar. Səhərsi döyüş qızışır. Yaddan çıxartmaq lazımdır ki, Əli ibn Əbi Talib tərəfdə xavaricləri idi. Çoxsu. Çoxsu da olmasa müəyyən bir hissəsi. Döyüş düşür. Əli neynir radiyallahu anh? Ayşə radiyallahu anh gətirir.
Deyir ki, hara qayıtmaq istəyirsən? Mədinəyə. Mühafizə ilə qaytarır. Söhbət belə olub. Yəni, Ayşə radiyallahu anhə Əli ibn Əbi Talibə qarşı heç vaxt çıxmayıb. Gəlməyib ki, mən Əliyə qarşı çıxıram və ya əlini saymıram. Belə əksinə əvvəldən suallar olanda deyirdi, gedin əlindən soruşun. Radiyallahu anhədən. Siz biraz tarixi hadisələri biraz genişdən əlavə, bəzi istinadlar eləyirlər bəziləri, əsassız, səhi olmayan, uydurma. Ümumiyyətlə, İslami tarix biraz rahat ab-ı havada yazılmayıb. Lakin yenə deyirəm də, əsas tarix yox, əsas Qurandır bizim üçün. Bir də Peyğəmbər sallallahu əleyhi və səlləm yolu. Bəli. Şeyx, həmçinin indiki şiələrin Ayşə radiyallahu anh haqqında düşündükləri göstərir ki, Əli radiyallahu anhın Ayşə anamız haqqında düşündüyünün ziddidir. Çünki elə düşünsəydi, şiələr üçün bu yolu qoysaydı, onu da öldürərdi və yaxud heç göndərməzdi. Əlbəttə. Yəni, bilirsiniz, Peyğəmbərin qadını olduğuna görə heç kəs ona dil uzatmaz. Heç kəs. Bəli. Yəni, heç bir müsəlman Peyğəmbərin qadınlarına dil uzatmaz. Bəli.